Görək burada nə deyir? Deməli deyir ki, ABC və CD-yə konqruent bərabər tərəfli üçbucaqlardır. O bir bu iki medianların kəskimə nöqtəsidir. Sonra C nöqtəsi AY parçası üzərində, C nöqtəsi AY parçası üzərində. Sonra BO 4 köşə altda 3 olarsa, AO O1 Y trapeziyasının orta xəttini tapın. Deməli şagirdlər, burada biz nəyə baxacağıq? Biz burada məsafələri də ölçəcəyik. Deməli, BO dediyi təpədən başlayaraq 2 bölünsün 1 nisbətində bölündüyünə görə bura 4 köşə altda 3-dürsə, bura 2 köşə altda 3-dür və olur 6 köşə altda 3 və 6 köşə altda 3 medianda A köşə altda 3 bölünsün 2 ilə tapılırdı. Deməli, A-mız 12-dir. Yəni, tərəfimiz 12-dir. Yaxşı, razılaşdım. Sonra biz nə edə bilərik? Biz mən nəyə fikir verirəm? Mən fikir verirəm ki, burada bərabər tərəflilər də alınır da, elə deyilmi? Deməli, şagirdlər, bunu biraz məntiqlə axtarmaq lazımdır. Şəkili biraz korlayıblar. Deməli, burada məntiq nədir? Məntiq odur ki, təpədən başlayaraq 2 bölünsün 1 nisbət var. Yəni, bura 8-dir, burada 4-dür. Buranı biz tapa bilərik. Buranı biz tapa bilərik. Bax, fikir verin, bura 6-dır. Burada bir x desəm. Deməli, x-i 6-ya böləndə 8-i də 12-yə bölürük. Deməli, x-imiz nə qədər eləyir? 4 eləyir. Baxın, bura 4 eləyir. Qəşəng tapıb, bura 4 eləyir. Bəs yaxşı, bura nədir? Burada yuxarıdan biz götürsək oxşarlıqdan, yenə də bu dəfə 1-in 2-yə nisbəti var. Yəni, 1-in 4-ün, bax, 4-ü tutaq ki, yazıram, hamısına nisbəti. Bax, burada mən bir y desəm, y-in 12-yə nisbəti. Burada 4 olur. Deməli, burada 4 olur. Bir də baxaq. 4-ün 12-yə nisbəti, y-in 12-yə nisbəti. Bəli. Bitdi də. Əslində elə burada bərabər tərəfli də üçbucaq vardı da. İndi bax, bura nə qədər olur? 12. Bəs bura nə qədər olur? 24. 12-si var, 24-ü var. Trapeziyanın orta xəttini istəyir. Bu da olacağı nə qədər? 18. Maraqlı sualıdır.